Su tarifləri dəyişə bilər. Su tarifləri ilə bağlı olaraq ADSEA olaraq Türkiyə və Avropa ölkələrinin təcrübələrini araşdırmışıq. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır. Bu barədə deməli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov deyib və ADSEA deməli, rəsmisi qeyd edib ki, bu məsələ sudan səmərəli istifadə üzrə milli su strategiyamızda öz əksini tapıb. Hazırda bu məsələnin təhlili aparılır. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcək. Və Şirinov deyib ki, diferensial tarif əsasən aşağı gəlirli təbəqəni qorumağa xidmət edir. Yəni, onlar üçün daha güzəştli qiymətlər tətbiq olunur. İkinci mərhələdə daha çox su istifadə edənlər üçün tariflər daha yüksək müəyyənləşdirilir ki, qənaət təşviq edilsin. Bundan əlavə, kommersiya subyektləri var ki, onlar sudan istifadə edərək gəlir əldə edirlər. Onlar üçün də ayrıca fərqli tariflər müəyyənləşdirilir. Bu məsələ üzərində iş davam edir. Hələlik təklifimizi rəsmi olaraq təqdim etməmişik və müşavir vurğulayır ki, adətən diferensial tarif deyəndə insanlar qiymətlərin bahalaşacağını düşünürlər və neynəsinlər? Zaten belə olur da. Və qeyd edir ki, diferensial tarifin məqsədi isə aşağı gəlirli əhalini qorumaqdır. Əvvəla, bu aşağı gəlirli əhalini qorumağın ən rahat yolunu sizə izah edeyim. Ən rahat yolu əhalinin daha çox gəlir qazanmağını təmin etməkdir. Yəni, belə acıyırmış kimi belə bir davranış var ortada. Yəni, aşağı gəlirli əhalini qorumaq. Sən niyə bu qədər aşağı gəlirli əhalini olur ki, onu da hələ bir qorumağa ehtiyac olsun? Yəni, olmazmı ki, elə bu əhali normal yaşasın, normal gəlir qazansın, nətər deyərlər, heç ona da ehtiyac qalmasın. Sadəcə deyim ki, bəli, hansısa bir formada yenidən, nətər deyərlər, əhalinin cibinə girmək istəyirik. Məsələn, son 2-3 ay ərzində işıq qiymətləri konkret olaraq daha bir dəfə artıb. Bunu mən, nətər deyərlər, bir abonent kimi deyirəm, vətəndaş kimi deyirəm. Bu artıq beləli dansaq da, nə bilim, tərifləsək də. İndi isə artıq mövzu növbə gəldi, çatdı su qiymətlərinə ki, bunu da əgər indidən belə deyək, müzakirə edirlərsə, xüsusən də baxın, necə bir mövsüm seçiblər bu mövzunu müzakirələməyə? Payız mövsümü, qış mövsümü. O insanların su məsələsi o qədər də deyərlər, çox diqqətində olmur. Amma payız qış mövsümündə bunu müzakirə edirlər ki, şəhərdə indi sudur da, nə bilim mən. İndi bu 70 qəpikdir, deyək ki, indi olacaq 1 manat ən az. Yəni, mən belə güman edirəm. Ümumiyyətlə, bu gedişə para gedir, onu deyəmərəm, amma bütün hallarda, belə deyək, o aşağı təbəqəni qorumaq adı ilə orta təbəqəni də məhv eləmiş oluruq.